deyir, inşallah ki, heç bir pis gün görməyəsən, inşallah 1000 il yaşayasan, dualarımız budur birinin ad günündə. İnşallah ki, heç bir problemin olmasın, bütün arzularına çatasan, alladırsan sən onu, yalan deyirsən, o heç bütün arzularına mümkün deyil çatsın. Mümkün deyil, dünyada bir dənə də adam tapılsın ki, bütün arzularına çatsın. Denən ki, inşallah problemlər qabağına çıxacaq, inşallah o problemləri həll eləyəsən, o problemlər səni məyus eləməsin, inşallah olacaq da, inşallah yəni Allah istəsə, Allah da istəyib, elan da eləyib bizə. Biz insanı çətinlikdə yaratdıq, biz insanı çətinlikdə də əziyyət vermək üçün yaratmadıq, çətinliyin fəlsəfəsi var, o fəlsəfəni anla, o fəlsəfəni başa düş. Hər bir çətinliyin hikməti var. Əli əleyhissalamda olsan, Həzrət Əli olsan, işlərin qaydasında getməyəcək. Həzrət Əli əleyhissalamda olsun. Allahı necə tanıdın? Orada deyir, tanıdım ki, planlarımı alt üst elədi. Planlarımı alt üst elədi. Yəni, Allahı belə tanıdım.